Aşıq Heyvan Nəzrin Əlağa Şıxlinsk adına 135 nömrəli tam orta məktəbin 8A sinifinin şagirdiyəm. Milli haqqında iştirak etməyə məni təşviq edən əsas səbəblərdən biri texnologiyaya olan marağım idi. IT sahəsinə olan marağım məktəbdə keçirilən rəqəmsal bacarıqlar dərsindən başladı. Bəli, istəyirəm gələcəkdə bu sahədə IT-nin kiber təhlükəsizlik sahəsində özümü ixtisaslaşdırmaq istəyirəm. Keçən kod saatı yarışmasında finalçı oldum və 3-cü yerə çıxdım. Bu məni artıq IT sahəsində irəliləməyə çox təşviq etdi. Özümə olan inanım artdı. Bu il də finalçı olacağımı və də ki, yer tutacağıma inanıram. Mən Qasımov Rəşad 145 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Milli hakaton yarışı barədə dərs zamanı məlumat aldım və müəlliməmin məsləhəti ilə bu yarışda iştirak etdim. Yarışa hazırlaşmaqda mənə əsas dəstək olan müəlliməm oldu və internetdən daha əlavə məlumatlar topladım. Növbəti mərhələdə planım daha yaxşı çalışıb final mərhələsində vəsiqə qazanmaqdır. IT sahəsinə marağım televiziyadan baxdığım intellektual yarışlardan yaranmışdır. Gələcəkdə bu sahə üzrə davam etmək istəyirəm. Mən 16 nömrəli Texniki Humanitar Liseyinin şagirdi İbrahim Xəlilov. Milli hakatonda ona görə iştirak elədim ki, məktəbdə mənə bu haqda məlumat verdilər, həm də mənim bu sahəyə marağım var idi. İnanıram ki, mən finala keçəcəm, əgər mən düzgün və planlı hazırlaşsam.